Allaha təslimiyyətə keçə bilməyən insanlar var bugün. Üsyan edirlər, Allaha yaxınlaşa bilmirlər, çətinlik yaşayırsa, sıxıntı yaşayırsa, insan öz-özünə sual verməlidir. Mən bunu niyə yaşayıram? Bunun günahkarı kimdir? Təbii ki, özümüz. İnsan qəbul eləməlidir ki, düşdüyüm çuxurun günahkarı mənim özüməm. Öz günahlarının ucbatından olduğunu qəbul edə bilmirlər. Deyir, ağacdan yarpaq Rəbbindən izinsiz yerə düşmür. Həyatında baş verən bütün hadisələr, situasiyalar, nələr varsa bunların hamısı Allahın kontrolu daxilində baş verir. Allah elə səni görmək istəyir. İstəyir ki, sən əziyyət çəkdiyini görsün. Bizə zərbələr dəyir həyatdan. Burada artıq Allahın rızası yoxdur, izni var. O könlüm o gülüm vəslindən üçün çata bilməz hicranın əlindən. İnsan var ki, elə 21-28-də nədirsə ömrünün axırına kimi elə yaşayır. Xətalar eləyə yaşayır. Gözəl sənə məlum olsun alışıb. Ver qəlbini Allaha, xoşbəxt olmaq istəsən. Bu sözlər Nizami Gəncəvinin sözləri olsa da, bu son zamanlar bizim dilimizə salan Xəyal bəydir. Xəyal bəy, xoş gördük sizi. Yaşam koçu Xəyal Şakiroğlu bugün bizimlə bir yerdədir. Xoş gəlmisiniz. Fərqana xanım, çox sağ olun, təşəkkür edirəm. Həm dəvətiniz üçün, həm də gözəl təqdimat elədiyiniz üçün. Nizami Gəncəvinin beytləri ilə təqdimat olunmaq, yəni çox böyük bir şərəfdir. Həqiqətən də... Bəlkə elə indi də eşidək dilinizdən. Ver qəlbini Allaha, xoşbəxt olmaq istəsən. Eşqin özü şahlıqdır, elə bil taxt üstəsən. Ay maşallah. Allah sizi vəlləsin. Biz insan özündə olan o dürrü, o kəmaləti, o sirri anlaya bilərsə, bu həyatda qəlbi yalnız Allaha verməyin haqq olduğunu anlayar, dərk eləyər. Bəli. Və siz də bunu anlayan insanlardan biri olduğunuz üçün mən çox şadam ki, bugün buradayım. Bugün buradasınız, bəli. Var olun. Musiqili qonağımızı da istəyərdim sevə-sevə təqdim edim. 2022 Muğam müsabiqəsinin laureatı Vüsal Qasımov bugün bizimlə bir yerdədir. Vüsal bəy, xoş gəlmisiniz. Çox sağ olun Fərqana xanım, minnətdaram sizə. Neçənci dəfədə artıq sizin verilişinizdəyəm. Bəli. Və həqiqətən siz özünüz verilişə pozitivlik qatırsınız. Hər zaman günümüz uğurlu olsun inşallah. Allah Taala Azərbaycanımıza gözəl günlər qismət eləsin inşallah. Daha var olun. Xəyal bəy, Allaha təslimiyyətə keçə bilməyən insanlar var bugün. Üsyan edirlər, Allaha yaxınlaşa bilmirlər. Bax o düşdükləri çətinliyin, yaşadığı bax o sıxıntıların öz günahlarının ucbatından olduğunu qəbul edə bilmirlər. Yəni halbuki insan bax bir pis bir şeyin içinə düşübsə, bir çətinlik yaşayırsa, sıxıntı yaşayırsa, insan öz-özünə sual verməlidir. Mən bunu niyə yaşayıram? Bunun günahkarı kimdir? Təbii ki, özümüz. Bax belə insanlara necə kömək edə bilirsiniz? Bax günahkar olduqlarını qəbul edə bilsinlər, üsyan etməsinlər, Allaha yaxınlaşa bilsinlər. Ümumiyyətlə adı üstündə Allaha təslim olmaqdan danışırıq. İnsan birinci növbədə idrak eləməlidir. Təslim olacağı mövqeyi idrak eləməlidir və özünü idrak eləməlidir. Həzrət Əli əleyhissalamın gözəl bir kəlamı var, deyir, özünü bilən Rəbbini bilər, Rəbbini bilən hər şeyi bilər. Çox möhtəşəm bir kəlamdır. Müqəddəs kitabımızdan da bir istat gətirsək olar, deyir, ağacdan yarpaq Rəbbindən izinsiz yerə düşmür. Yəni hal-hazırda həm bizi ekran başında izləyənlərin, həm bizlərin həyatında baş verən bütün hadisələr, situasiyalar, nələr varsa bunların hamısı Allahın kontrolu daxilində baş verir. Allahın hər şeydən xəbəri var. İzni, bəli. Bir qismi rızası, bir qismi izni. Və bir də hətta bax o deyirəm ki, çətinlik var ha. Başımıza bir çətin bir olayın içinə düşürüksə, bir problem yaşayırıqsa, belə bir misal var da, deyir Allah istəməsə olmur. Onu da Allah eləyir. Bir qismində istəyi var Allahın, olsun deyir. Allah elə səni görmək istəyir. Bəli. İstəyir ki, sən əziyyət çəkdiyini görsün. İndi iki cür hadisələr zinciri var. Allahın istəyi olan hadisələr. Allahın istəyi sizin xoşbəxt, uğurlu olmağınızdır. Amma bir də var ki, biz o xoşbəxtliyi anlamırıq, xətalar eləyirik. O xətaların qarşılığında bizi kainat qanunları uyarır. Bizə bəd hadisələrlə, siqnallarla bizə zərbələr dəyir həyatdan. Burada artıq Allahın rızası yoxdur, izni var. Yəni istəmir belə bir şey olsun, amma bax, izin verir. İnsan bəs o çətinlik yaşayır, bir ayağına daş dəyir və yaxud bax büdrəyirsən. Orada da məsəl üçün elə şeylər var ki, onu da Allah istəyir də olsun. Böyük bir paradoks var burada.
bütün dünya hal-hazırda bu sualın qarşısında belə deyək də tərəflərə bölünübdür. Allah qətiyyən şərri istəməz. Müqəddəs kitabımızda da Yaxşını deyir istəyir. ki, şərlər nəfsinizdəndir, gözəlliklər Allahdandır. İnsan qəbul eləməlidir ki, düşdüyüm çuxurun günahkarı mənim özüməm. Özüməm deyərək qəbul eləyərsə, ona bir ilahi yardım əli uzanacaq. Əgər insan suçlayarsa başqalarını, o zaman daha da o quyudan da dərinlərə doğru gedəcək ki, ta ki anlasın ki, günahkar bu insanın özüdür. Xoşumuza gəlməyən şeylər var bizim üçün xeyir, xoşumuza gələn şeylər var ki, bizim üçün şərdir. Allah bilər, amma biz bilmərik. Qula bəla gəlməz, haqq yazmayınca. Haqq bəla yazmaz, qul azmayınca. Xəyal bəy, bugün hər kəsin əziyyət çəkdiyi bir xəstəlik var, həyatdan zövq ala bilməmək. Əvvəllər bizə zövq verən fəaliyyətlərdən bugün zövq ala bilmirik. Belə deyim də, ürək heç nəyə sevinmir. Bax, bunun çözümü, bunun həll yolu, insanlara necə kömək eləyə bilərik? Ümumiyyətlə, insan mən nə istəyirəm sualını öz-özünə verməlidir. 2, məni hal-hazırda nə narahat edir sualını verməlidir. Onda nə qədər sualların cavabları gəlir? Sualların cavabları gəlməsə də artıq o düzəlməyə doğru gedir. Özün nə istədiyini bilməlisən. Çox insan nə istədiyini bilmir. Məsələn, şəraitə düşür, mühitə baxır, ətrafdakı insanlar özünü nə ilə tatmin eləyirlərsə və yaxud insanlar nəyə sahibdirlərsə, zənn edir ki, buna da onlar lazımdır. Buna da onlar lazımdır. Amma insan özünü tapmalıdır. Və nəyə görə insanlar çətinlik yaşayır? Bir əşyanı öz istiqaməti üzrə istifadə etməsək, o əşyadan verim ala bilərik. Məsəl üçün. Məsələn, hal-hazırda bu mikrofon danışmaq üçündür, doğru mu? Səsi ötürür. Bəli. Və bu mikrofonla biz taxtaya bir, deyək ki, mismarı yeritmək istəsək, bacararıq? Yox. Bunun funksiyası o deyil. İndi hər kəsin öz yeri var, hər kəsin həyatda öz mövqeyi var. İnsan öz mövqeyindən başqa hər şeyə çatmaq istəyir. Yəni insan belə bir söz var, deyir, bir insan alim olmaq asandır, insan olmaq çətindir. İnsan birinci növbədə özünü daxilən kamilləşdirməlidir, özünü tapmalıdır. Ondan sonra o tapdığı özü ilə yapdığı işi tapmalıdır. O zaman o insan həm uğurlu olacaq, həm xoşbaxt olacaq və çətinliklə uğraşmayacaq. Mənim bir gözəl sözüm var, vaz keçərsən aləmdən, aləm keçər Adəmdən. Böyük uğur qazanmış insanlara baxdığımız zaman nə görürük? Onlar insanların onları onaylaması, təsdiqləməsi və yaxud insanların onlara bəxş edəcəyi duyğu, hisslər arxasından getmirlər. Onlar öz içlərində öz mənlərini tapıb, özləri ilə oynayırlar oyunu. Özləri ilə rəqabət aparırlar, özləri ilə sevgi yaşayırlar, özləri ilə özləri dinləyirlər. Bax, maraqlı budur. Bax, insan bunu Belə çıxır ki, unudur. özünü sevindirməlisən. Birinci növbədə özünlə tək qalmağı bacarmalısan. Özünlə yalnız qalmağı bacarmalısan. İçəridəki özünü tapmalısan. Ondan sonra zaten xaricdəki hər kəs səninlə dost olacaq, mehriban olacaqsan. Əksi olduğu zaman, o içərdəki o öz doymadığı zaman, özünlə tamlanmadığın zaman, sən daim əhatədə birini axtaracaqsan, ya münasibət qurmaq üçün, dostluq eləmək üçün, sevgi yaşamaq üçün, hər nə isə ətrafdan dəstək istəyəcəksən. Və o insan başlanğıcda şirin gələcək, başlanğıcda maraqlı olacaq, az bir müddətdən sonra həmin eyfariya bitəcək, adiləşəcək və öncə bizə dost olan, sonra düşman olacaq. O düşman olduğu zaman yeni bir dost görsənəcək. İndi onu çəkəcək özümüzə. Bir müddət sonra o düşmanlaşacaq və bir məqam gələcək ki, batsın bu dünya deyəcəyik, hamı pisdir deyəcəyik. Amma halbuki o artıq xəstəlikdir. Xəstəlikdir, bəli. Özünlə tamamlanmalıydın, umma enerjisindən çıxmalıydın. İnsanlardan bir şey ummamalısan. Bəli. Amma bu günləri insanlar nə edir? Hər kəs kimdənsə nəsə umur və o umduğunu bulanmadığı zaman həm nifrət edir, həm bədbəxt olur. Gözəl sənə məlum olsun, alışıban yanıram mən. Gözəl sənə məlum olsun, alışıban yanıram mən. Ala gözləri görəndə canımdan usanıram mən. Ala gözləri
canımdan usanıram. Hansı dağın maransan, heyif məndən aransan, sən də yardan yaralısan. Baxışından qanıram mən, sən də yardan yaralısan. Baxışından qanıram mən. Mənim adım Ələsgərdir, adım dillərdə əzbərdir. Mənim adım Ələsgərdir, adım dillərdə əzbərdir. Xanları dürdü gövhərdir, sərrafıyam qanıram mən. Xanlarım dürdü gövhərdir, sərrafıyam qanıram mən. Hansı dağın maransan, ay müjdəyəydir, yenə də gəldi bahar əyyamı. Müjdəyəydir, yenə də gəldi bahar əyyamı. Gətirib bağdı səban, bülbül üçün peyğam. Açılır Açlı bəy qunçəvi gül, ətri tutubdur çəməni. Vəcdə gəlmiş bu könül, yoxdur dəxi yanar.
Qamətin xalqətin yayına zikrlənincə Gül-gündən hacını yayına yaxşılaşır ilhamı Aman, aman, aman aynadı bir yer qurbanın olum aşığın eyranın olum Yer qurbanın olum aşığın eyranın olum Gözəllikdə bir dənə sən yer qurbanın olum Ay pəni qurbanın olum Gəl məni qurbanın olum Ay pəni qurbanın olum Halları var qoşan qoşan Hər birisi bir tamaşa Halları var qoşan qoşan Hər birisi bir tamaşa Mən qurbanım gələm başa Yer qurbanın olum Ay pəni qurbanın olum Gəl məni qurbanın olum Ay pəni qurbanın olum Yer qurbanın olum Ay pəni qurbanın olum Gəl pəni qurbanın olum Ay pəni qurbanın olum Və bir də valideynlərin duası. Bax, valideynlərin duası əsasdır. İnsanı irəliyə aparan, insanı artıran, insanın ömrünə bərəkət verən, insanın malına bərəkət verən valideynlərin dualarıdır. Valideynin övladdan razılığıdır. Yəni bu mütləqdir. Çox önəmli bir mövzudur bu. Niyə? Çünki evladın dünyaya gəlməyində Allahın ən böyük vasitəçisi valideynlərdir. Bəli. Və Allah Teala başlanğıcda körpəyə, insana valideynlərindən yansıyır. Və insan da Allaha münasibətini valideyn üzərindən edir. Məsələn, ilk ehtiyacımız anamızadır, məsəl üçün atamızadır. Əsl ehtiyacların sahibi kimdir? Allah. Bəli. Ehtiyaclarımızı verən odur. Amma ata və ana üzərindən. Ona görə də məsələn müqəddəs kitablarımızda da deyilir ki, yəni ataya, anaya olan itayət Allaha olan itayətdir. Bəli. Yəni həqiqətən də ümumiyyətlə nəinki valideyn duası, rastlaşdığımız, ünsiyyətdə olduğumuz hər kəsin daxili aləmində müsbət bir izlənim buraxmalıyıq. O insan bizdən razı qalmalıdır. Çünki bir parça Allah da o qəlbdədir. Amma bizə həyatımıza, bizim həyatımıza təsir edəcək ən böyük təsir qüvvəsi bəli valideynlərimizin qəlbindəki Allah hissəciyidir ki, onu razı salmalıyıq. Çox maraqlıdır bax, bu qədər hamıya kömək eləyən, bu qədər məsləhət verən Xəyal bəy özü necə bax düşür belə vəziyyətlərə. Hərdən belə alt-üst olur, hərdən belə enerjisi ümumiyyətlə yoxa düşür, Çox yox maraqlı. olur. Sizə bax Belə sual verən olmamışdı. maraqlıdır bax, sizə bax kimlər kömək eləyir belə vəziyyətdə? Belə bir şey deyim də. Yəni gəlirlər, insanlar sizdən kömək istəyirlər də. Maraqlıdır, sizə bəs kim kömək eləyir? Siz özünüzə necə kömək eləyirsiniz belə vəziyyətdə? Belə deyim, mənim də dinlədiyim, izlədiyim, enerji aldığım, gözəl insanlar var, dəyərli insanlar var. Sadəcə olaraq birinin adını çəkərəm, birinin adını çəkmərəm, o yaxşı olmaz deyə. Yəni mənim heç ad çəkməyin, dinlədikləriniz var. Əlbəttə var, əlbəttə var. İki, ən əsası müqəddəs insanlar var həyatda. Müqəddəs insanlar var. Hansı ki, məsəl üçün Nizamilər, Fuzulilər, Nəsimilər, Yunus İmrələr, yuxarı getdiyimiz zaman imamlar, peyğəmbərlər, mütəfəkkirlər və müqəddəs ədəbiyyatlar, Veda ədəbiyyatından başlayaraq Qurani-Kərim. Yəni bunların özülündə əsl motivasiya iksiri var. Əsl motivasiya iksiri var. Yəni onu biz gözəl bir dahilərin bir sözü var, deyir günəş ol, palçıqdan saf suyu çək. İndi biz daxilimizi o günəş eləsək, nə qədər depressiv hala düşsək də, negativ hala düşsək də, biz harda olarsaqsa olaq, orada bir müsbət bir həqiqət tapıb oradan motivasiya ala bilərik. Yəni məsələ içərdədir yəni. Könlüm o gülün vəslinə nə üçün çata bilməz?
könlüm o gülüm vəslindən ne üçün çata bilməz. Hicranın əlindən gecə gündüz yata bilməz. Sevdayı məhəbbətdəki məşhuri cahanım, çox sadədir bu könlüm evi, heç xata bilməz balam canım. Şirin olmalıdır değil. Daim anadan gelme şirin olmalıdır değil. Gel olsacı her şey sona qən qata bilməz. İnsanda nəcabətlə onun əsli gərəyidir. Nəcabətlə onun əsli gərəkdir. Ayran nə qədər qalsa da qaymaq tuta bilməz. Bakir elə bir dür yarat, xəlq səni sevsin. Xalq sevsə sənətkarı, ona da bata bilməz. Aman, 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 aman. Ay aman, aman, aman. Yar aman, aman, aman. Eldan, eldan, eldan. Ey əzizim dad biladi, dilbər tenin daramı yoxdur könlüm aramı. Dilbər tenin daramı yoxdur könlüm aramı. Sən ki təbib deyildin, için açdın yaramı durlam. Sən ki təbib deyildin, için açdın yaramı durlam. Sən haralısan dur.
sən əsmər yarım gəlsinəm üstə durma. Gedəli sən əsmər yarım gəlsinəm üstə durma. Yaralıyam durnam, yaralıyam durnam, yaralıyam durnam, yaralıyam durnam. Təşəkkürümü bildirirəm ki, siz də hər zaman gənclərə dəstəksiniz və mənə də dəstək olmusunuz. Bir daha minnətdaram. Allah sizə hər zaman var Var olsun. olun. Eşitmişəm Vüsal bəy opera balet teatrından dəvət alıb. Bax özü açıqlama gətirsin bu Bəli. gözəl xəbərə. Bəli, bəli, dəvət almışam. Ümumiyyətlə bilirsiniz ki, indi 9-cu muğam televiziya müsabiqəsi davam eləyir. Bəli. Ümumiyyətlə bu muğam müsabiqəsinin gözəl nəticəsidir ki, oradan çıxan bütün iştirakçılar Fərqanə xanım Filarmoniyaya, Beynəlxalq Muğam Mərkəzinə, opera və balet teatrına dəvət alırlar solist kimi və mən də bəli, dəvət almışam və mən çox böyük arzumdur ki, Məzmun obrazını ifa edim və sizləri də dəvət edim inşallah ki. Arzu varsa demək ki, olacaq. Bəli, bəli, bəli. Mən bir dəfə Beynəlxalq Muğam Mərkəzində mənim ilk ustadım, Respublikamızın xalq artisti Şərəf və Şöhrət ordeni, Allah rəhmət eləsin bütün ustadlara, qalanlarına can sağlığı versin. Can Əli Əkbərovun xatirə gecəsində Şah İsmail. Can Əli bəydən dərs almısınız? Bəli, bəli. İlk nə Mədəniyyət gözəl. və İncəsənət Universitetində ilk müəllimim, ustadım olubdu. Bəli. Və Respublikamızın əməkdar artisti Zakir Əliyev efir Bəli. vasitəsilə əziz müəllimimi salamlayıram buradan. O da mənə dəstək Sizə edib. salamlayırıq Zakir bəy. Bəli. Xatirə gecəsində Beynəlxalq Muğam Mərkəzində mən qısa bir Şah İsmail obrazını ifa etmişdim operasından. maşallah. Ələv Zənci səhnəsi, bəli. İnşallah ki, hərənin bir arzusu var, hərənin bir subyektiv fikrim var. Bu da mənim öz fikrimdir ki, inşallah ki, opera və balet teatrında Məzmun obrazını ifa edim. Və İnşallah, çox amin. böyük bir məsuliyyətdir həqiqətən də. Əgər Operada arzu varsa ifa- demək ki, olacaq. Bəli, inşallah, Allahın izni ilə. Xəyal bəy, baxın, mən hər zaman çağırıram Vüsal bəyi, dəstək oluram. Özü də bilir ki, bax tam təmənnasız bizim aramızda heç bir, yəni bax o söhbətləri yoxdur. Görürsüz özü də öz üzərində çalışır, yaxşı səsi var. Bax görürsüz arzuları da var hətta. Bax belə gənclərimiz bax necə öz üzərində necə işləsin, neynəsinlər ki, bax o istədiyindən bilirəm də onun arzuları var. İrəliyə getsin, tanınsın, məşhurlaşsın, yaxşı ifaçı olsun. Bax bunun üçün nə etməlidir? Öz üzərində nə qədər çalışmalıdır? Ümumiyyətlə belə bir tendensiya var ki, hər hansısa bir fəaliyyətlə o fəaliyyətlə 1000 saat fokuslu şəkildə 1000 saat məşğul olarsansa, o fəaliyyətdə müəyyən bir yerə gəlib çıxarsan. Deməli 1000 saat. 1000 saat qanunu Deməli var. hansı işlə məşğul olursansa, məsələn mən teleaparıcıyam. Bax o ifaçıdır. Biz 1000 saat nə Məsələn, 1000 saat mətn oxuyun, diksiyanın üzərində işləyin. Yəni 1000 1000 saat qanunu var. 1000 saat məşğul olarsa, özünün gələ biləcəyi bir nöqtəyə gələr. 1000 saat. 1000 saat. Sonra Bu artıq əl çəkməməkdir də. da yapışmaq. Siz onu demək istəyirsiniz ki, əl çəkmir. Hə, içində davamlı olmaq. olaraq, Hə, içində olmaq. Biri var suyu içmək, biri var dəniz səni içsin. Gərək özünü kaptıra. 1, 2 rəqibi güzgüdə gördüyü olmalıdır. Rəqibi, Vüsalın rəqibi güzgüdə gördüyü olmalıdır. Sonra mənim bir abituriyentlərlə işləyəndə verdiyim bir tövsiyə var. Deyirəm məsələn həftənin birinci günü Vüsal 1-sən. Vüsal 1 olaraq nə edirsənsə, məsələn deyək 1 saat, 2 saat muğam oxudun, 1 saat siz bilirsiniz, raspiyovka elədin, səsini açdın, müəyyən şeylər qeyd eləyirsən ora. Sabah artıq sən Vüsal 2-sən və Vüsal 1 sənin rəqibindir. Yəni dünən Vüsal 1-in etdiklərini Vüsal 2 artıq çürüdür. Yəni biraz artıq eləyir. Eşidirsən də Vüsal, diqqətlə dinlə. Üçüncü gün yenə tək gün gəlir, Vüsal 1 gəlir. Vüsal 1 deyir ki, dünən Vüsal 2, mən 2 saat muğam oxumuşam Leyla Məcnun operasından, amma indi Vüsal 2 saat 10 dəqiqə oxuyubdu, məşq eləyibdi. İndi mən Vüsal 1 olaraq təzədən Vüsal 2-ni çürüdəcəm. 2 saat 20 dəqiqə məşq eləyəcəm. Daha fokuslu məşq eləyəcəm. Həftənin cüt günləri Vüsal 1 olursan, həftənin tək günləri Vüsal 1, cüt günləri Vüsal 2 olursan, bazar günü olursan hakim. Vüsal 1-in göstəriciləri də Vüsal 2-nin göstəricilərini yoxlayaraq onların birini həftəlik qalib eləyirsən. Və bu Vüsal 1 ilə Vüsal 2 bir-birini qırdıqca sənin daxili aləmində yaxşı mənada, rəqabət apardıqca sən unudursan artıq xaricdəki rəqibləri. Bir də baxırsan ki, elə bir fazaya gəlmisən ki artıq, Nizami Gəncəvinin yenə bir gözəl sözü var, deyir, dönməsə bir gün də öz qərarından, hər işi bacarar, işlək bir insan. Poladdan dağ olsa yenə də insan, vurub parça-parça dağıdar inan. Bir də nə var? Nəticəni öncədən seyr etmək.
Yəni sən deyək ki, özünü harda görmək istəyirsən? Orada özünü görürsən və Xəyal təşəkkür eləyirsən, edirsən. xəyal etmək lazımdır. eləyirsən, bəli. Və təşəkkür edirsən, artıq bir daha o istəyi, o arzunu arzu formatından çıxardırsan. Olmuş, bitmiş kimi qəbul edirsən, təşəkkür edirsən. Müsahibələrinizin birində qeyd etmisiniz ki, insan həyatının yetdilikləri var. Bax, bu nə deməkdir?
Bu çox maraqlıdır. Bax, tamaşaçılarımıza da bir açıqlama verəsiniz. Mən deyim, həm Vüsal bəy, həm siz bir yanaşma eləyin öz yaşınızla bağlı. Həqiqətən də çox maraqlı bir məsələ var ki, insan həyatında 07, 7 14, 14 21, 21 28, 28 35, 35 42 və 42 49. Bu 7 illiklər ərzində insanda köklü dəyişikliklər baş verir. Həm bioloji, həm psixoloji. Hər tərəfli dəyişikliklər baş verir. Və maraqlıdır ki, 0-7 yaşında biz insanlar kodlanırıq. Hansı mühitə düşmüşüksə, hansı ailədə isə, hansı ölkədə isə, hansı dinə, dilə, irqə mənsubuqsa, ora uyğun kodlanırıq. 0-7. 7-14, yəni 0-7 evin içini kodlayırıq. 7-14 artıq ətrafı müşahidə edirik. 7-14-də ətrafı tanıyırıq. Bəli. Ətrafı kəşf edirik. 14-21 artıq hər kəsin həyatında bunun çox böyük xüsusiyyətləri var. Mən qısa lakonik deyirəm. 14-21 hər kəsin həyatında üsyan 7 illiyidir. Fikir verin. Yeniyetməlik çağı, yenilənmə, yeni bir insana dönüşürsən. 14-21 artıq üsyan. Niyə? Çünki 0-7 kodlandı, 7-14 müşahidə elədi. Anladı ki, bunların evindən də gözəl bir ev var kənarda. Bunun atası hamını döyə bilməz. Başqa atalar da var, güclü. Artıq 7-14-də bundan da gözəl qızlar var mühitdə. Və 14-21 başlayır üsyan. Həmin o kodlanmağına, o müşahidəsinə üsyan. Və 21-28 hər kəsin ən qismən azad olduğu 7 illikdir. Baxın, 21-28 7 illiyi. Və insan həyatının ən böyük qlobal səhvlərini elədiyi 7 illikdir. Hər kəs baxsın, izləyicilərimiz baxsın. 21-28 yaş dönəmi insanın həyatda edə biləcəkləri həm ən böyük müstəqilliyimiz var, həm də ən böyük səhvlərimiz. İndi öz həyatınızda bir ölçüdən keçirdin. Məsələn, indi mən bu yaşımda, indi hal-hazırki yaşımda keçib artıq. 28, 35, onu da deyim, indi yaşınızı desəz deyəcəyik. Hə, deyə bilərəm. Deməli, 28-35 peşmançılıq 7 illiyidir. Bu dəqiqdir. Özünüz bir dənə öz həyatınıza yerləşdirin bu fazaları. 21-28 ən çox müstəqillik genel olaraq və ən böyük xətalar, səhvlər 7 illiyidir. 28-35 ən böyük peşmançılıqlar və yenidən diriliş. Ölüb dirilmə 7 illiyidir. 35-42 yenidən ayağa qalxmaq, dirilmə 7 illiyidir. 42-49 müdrikləşmə 7 illiyidir. Məndə nə hansı? Biraz bu dünyadan çəkilərək içə dönmə, Allaha dönmə 7 illiyidir. Məsələn, məndə indi hal-hazırda 44-dür. 44. Sizdə hal-hazırda qəribə bir dünyaya qarşı bir yadlıq və müdrikləşmə halı yarana bilər. Gedir o proses. Müdrikləşmə. Dünyaya qarşı bir doyum yaranıb artıq. Doyum. İtələmə, yəni ki, getər artıq. Daha nəsə mənəvi bir, ülvi bir şeylər axtarmaq. Xəyal bəy, 42-dən 49-a ancaq elə müdrikləşmə gedir. Başqa orada heç nə yoxdur. Yox, 42-49 menyusu genişdir. Müdrikləşmə getdikcə sənə nə lazımdırsa, onlar səni tapmağa başlayır. Yəni zənginlik də səni tapır, idrak da səni tapır, sevinç də, xoşbəxtlik də və yaxud lazımi insanlar səni tapmağa başlayır. Yəni 42-49 elə bir döngüdür ki, insan həyatında belə ələnmə gedir. Kimlərsə həyatınızdan çıxa bilər, yeni personajlar həyatınıza gələ bilər. Bax 42-49 dönəmi müdrikləşmə dönəmidir ki, insan artıq həm daxilən tənhalaşır. Onda sən özün də özünü dəyişdirirsən ki, o çıxanlar çıxır, gələnlər gəlir, qalanlar qalır. Deməli, insan özü eləyir də bunu. Bəli, insan özü eləyir. İnsan özünü kamilləşdirərsə bunlar baş verir. Yəni bu döngülər Yəni dayanan yerdə olmur da. Dayanan yerdə olmur. Təbii ki. Elə insan var ki, elə 21-28-də nədirsə ömrünün axırına kimi elə yaşayır. Xətalar eləyə yaşayır. Bəli, bəli. Yəni insan dərdlərindən, dərslərindən dərs çıxardarsa, nəsə öyrənərsə, yəni xətasını Bir də görürsüz olur 60, düzəldərsə. bir də görür 60, 65 yaşında, 70 yaşında dəcəl insanlar da var. Bəli. Elə də ağıllanıb düzəlmirlər. Yəni yaşla deyil, bəli, belə söz var. Bəs onlara kömək eləyə bilirsiniz siz? Bizim seansları keçən, bizim fərqindəlik, arınma, kodlanma seanslarını keçən ümumiyyətlə hər hansısa bir mövzuda mütləq ki, bizdən öncəki halı ilə bizdən sonrakı halı arasında böyük bir fərq olur. Kimdəsə bu fərq daha çoxdur, kimdəsə daha azdır, amma fərq mütləq var.
Nəfsimi iman yerinə sənin eşqindir vücudumda xırqan yerinə çəkirəm nur gedən gözlənə dərman yerinə İstəsən çəkməyə yer, istəsən çəkməyə yer, rəsmə bu dünya şəkliyə İstəsən çəkməyə yer, rəsmə bu dünya şəkliyə çəkməli Çəkməlim gözlərimin əksini ümman yerinə Nalə fəryad ilə yar insafa gəlməz aniyə Dilkaş üstündə yerən zümzümə əfqan yerinə Aman aman yanım aman 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 Ey dad Nalə fəryad ilə yar İnsafa gəlməz Arif Nalə fəryad ilə yar İnsafa gəlməz Arif Dilkaş üstündə elə zümzümə əfqan yerinə Aman aman axay canım Sən onun eşq ilə, məhəbbət ilə Vurmadın ömrümü başa ürəyim Sən onun eşq ilə, məhəbbət ilə Vurmadın ömrümü başa ürəyim Sevgi hər
nişan alanda Değdimi oxlarında şairəyim Sevgi hədəfini nişan alanda Değdimi oxlarında şairəyim Sən canı canandan ayrı tutmadın Odur ki vəfasız değildir adın Sen canı canandan ayrı tutmadın Odur ki vəfasız değildir adın O seni unuttu, sen unutmadın Yaşa məhəbbətim, yaşa ürəyim O seni unuttu, sen unutmadın Yaşa məhəbbətim, yaşa ürəyim Sevgi deryasında ruhum bir adam Fırtınam ziyada, dağlar ziyada Sevgi deryasında ruhum bir adam Fırtınam ziyada, dağlar ziyada O eller gözeli düşende yada Az kalır xəyalım çaşa ürəyim O eller gözeli düşende yada Az kalır xəyalım çaşa ürəyim Sen canı canandan ayrı tutmadın Odur ki vəfasız değildir adın Sen canı canandan ayrı tutmadın Odur ki vəfasız değildir adın O seni unuttu, sen unutmadın Yaşa məhəbbətim, yaşa ürəyim O seni unuttu, sen unutmadın Yaşa məhəbbətim, yaşa ürəyim Yaşa məhəbbətim, yaşa ürəyim Yaşa məhəbbətim, yaşa ürəyim Aman aman, aman ah ay canım Təşəkkürümü bildirirəm. Allah səsinizə qüvvət versin. Vüsal bəy, yeni işlərlə, bax sezon bitir artıq. Nə yeni işlər var, nə yeniliklər var? Yeni ifalar olacaqmı, yoxsa? Bəli, Fərqanə xanım, inşallah ki 2 mahnı üzərində işləyirik. Milli musiqimiz deməli bəstənigar təsnifi inşallah ki hazırlayırıq öz triomuzla. Bir də bir lirik mahnı inşallah ki olacaq. İnşallah ki təqdim edəcəm xalqımıza. Və solo konsert inşallah ki fikirləşirəm Beynəlxalq Muğam Mərkəzində. Ay Bu maşallah. gün də şükürlər olsun Allaha ki, bütün dövlət tədbirlərində oluruq, konsertlərdə də. Beynəlxalq Muğam Mərkəzində bilirsiniz ki, hər axşam muğamat axşamları, dəstgah axşamları, yəni olmuşam, ifadə etmişəm. Filarmoniyada da şükürlər olsun Allaha, hər şey yaxşıdır, qaydasındadır. Təşəkkürümü bildirirəm gəldiyinizə görə, fikirlərinizi bizimlə bölüşdüyünüzə görə. Xəyal bəy, söz sizdədir. Zövq ala bildiniz bizim verilişdən, özümüzdən, bizim enerjidən. Çox möhtəşəm, həqiqətən də. Həm pavilyonunuz, həm özünüzün enerjiniz, Vüsal bəyin gözəl nəğmələri, səsi çox möhtəşəm təsirlədi və çox müsbət bir enerjiniz var. O da yəni bir insanın adı Fərqanədirsə, yəni fərq anə gözəllik deməkdir. Fərq də yəni gözəl fərq deməkdir. Yəni siz həqiqətən də olduğunuz ortama gözəl bir fərq qatırsınız Fərqanə xanım. Minnətdaram dəvətiniz üçün. İndi bir sual da verim də sizə. Məsələn, kənardan mənə baxsaz, mənim bəs məsələndə mən özüm deməsəm ki, mənim nəyə ehtiyacım var? Mənim hansı seansa ehtiyacım var? Bax bu qədər danışdıq da, sual-cavab, bir saat bir yerdə olduq.
Məsələn, sizin fikrinizcə mənim hansı seansa, nəyə ehtiyacım var, nəyə qəbul etməliyəm? Belə deyim, ümumiyyətlə bizdəki o təməl fərqindəlik, arınma, kodlanma seanslarına bütün insanların ehtiyacı var. Bəli. Hər kəs bir fərqinə varmalıdır özün, lazımsızları arındırmalıdır və doğru formatına kodlanmalıdır. Bu bizim hər kəsə tövsiyə etdiyimiz o 3 ana seansımızdır. Amma mən sizdə nə hiss edirəm, nə görürəm? Siz özdəki potensialı sanki daha da məhsuldar edə bilməməyinizin elə bil heyfini yaşayırsınız. Yəni məndə bir şeylər var, məndə bir potensial güc var. Yəni mən onu istədiyim kimi ortaya qoyub fayda verə bilmirəm. Daha az fayda verirəm. Özünüzə qarşı elə bir qınama, bir yarğı var ki, onu görürsünüz. Faydalılıq əmsalım çox aşağıdır. Siz özünüzdə bunu hiss edirəm mən. Bunu hiss edirsən. Yəni daha da faydalı ola bilərəm mən insanlara. Daha da böyük işlər görə bilərəm. O potensial məndə var və yaxşı bir şey də var ki, artıq onu da anlamısınız ki, burada artıq əngəl də mənim özüməm. Məsələn, əvvəllər əngəllər görürdünüz. Bu filan kəs belə əngəllər görürdünüz. Artıq biz bir barmağımızla qarşıdakını günahlandıranda 3 barmağımızla özümüzü göstəririk. Artıq onun fərqinə varmısınız ki, sizin əngəliniz də sizsiz. Özüməm. Yəni böyük potensial var, o böyük potensialı istədiyiniz kimi aça bilmirsiniz. Əngəl də sizin özünüzsüz. Əngəl sözünə bir baxın, engəl. İndi yaxşı, onun seansı var ki, onun da seansı var. O neçə seans alınmalıdır ki, sən özünü, deyirsiniz ki, tam özünü çıxartmaq da. Hətta birinci növbədə doğru hədəf təyin eləmək lazımdır. İkinci növbədə rüzgarı arxana almalısan. Yəni, kainatda, dünyada, həyatda, yaşadığın durumda sənin faydana olan, amma sənin fərqinə varmadığın həqiqətlər var. Onları sən özün bilmədən bəzən mübarizə aparırsan onlarla. O seansın adı nədir? O seans belə deyək də, fərdi inkişaf seanslarıdır ki, yəni, da ki, məsələn, Xəyal bəy, məsələn, mən bu sahə ilə məşğulam, mən bu sahədə sürətlə inkişaf eləmək istəyirəm, yüksəlmək istəyirəm. Amma məsəl üçün, mənə hal-hazırda bu resurslar çatışmır, bu əngəllər var və biz orada artıq bir arada həm mənəvi tərəfdən, həm araşdırma tərəfindən sənin həyatını, proqramını və hədəflərini, sənin hər hədəfində sənə orada qaynaq var, dəstək var. Çatmadan hədəfdə sənə dəstək var və bunlar fərdi olaraq işlənməlidir. O neçənci seansdan artıq insan özündə dəyişkənliyi görür belə, dəyişikliyi? Ümumiyyətlə o insandan asılıdır. Elə insan var ki, məsələn, bizim sosial medyada... Məsələn, mən özümü görürsünüz də, məndə məsələn neçənci seansdan artıq belə dəyişiklik gedəcək? Məsələn, məncə siz elə ilk seansdan fərq yaranar sizdə. Fərq yaranar. Məsələn, elə insan var bizim sosial mediadan canlılarımızdan izləyərək dəyişirlər. Artıq seansa gələndə deyirlər ki, mən belə deyildim. Mən sizin canlıları izləyə-izləyə dəyişdim, bu kıvama gəldim. Amma məsəl üçün, sizdə mən hiss edirəm ki, sizdə yaradıcılıq var, məsəl üçün, sizdə pozitiv enerji var, özündən özünü yüksəltmək var. Elə insan var ki, o yıxılanda gərək onu kimsə gəlib qaldıra, yüksəldir. Mən özümü qaldırıram. Vüsal qardaşımız yaxşı bilər. Məsələn, insanlar da muğamlar kimidir də, elə insan var segah kimidir. Elə yıxılmağa, körəlməyə yer axtarır. Elə insan var, bayatişaz kimidir, küskündür. Amma elə insan var, cahargah. Rasıl. Maşallah, biri. İndi siz ruhən biraz cahargahsınız. Savaşçısınız. Ya mən məsələn yıxılıram, özüm belə deyirəm ki, yox, durmalısan. Yıxılıram, dururam. Necə elə bil ki, insan oxuyur, nə yaxşı Xəyal bəy. Yəni işinizdə özünüzlə rəqabət aparmalısınız və bunu sevgi ilə aparmalısınız və fayda verməyə çalışmalısınız başqalarına. Bəli, əlbəttə. Başqalarına fayda verdiyimiz zaman mütləq ilahi qanunlar elədir ki, dönüb dolaşıb o fayda bizi tapacaq. Tapacaq əlbəttə, mütləq. Zərər də verəndə əksi. Bəli, əlbəttə. Ona görə də minnətdaram, çox sağ olun. Mən də bugün çox böyük bir zövq aldım. İnanıram ki, Xəyal bəy tez-tez bizdə qonaq olacaq bundan sonra. İnşallah. Təşəkkürümü bildirirəm. Belə əziz tamaşaçılar, bu biz idik. Mən Fərqanə Gülağa qızı ilə. İnşallah Allah ömür versə gələn həftənin bu günündə, bu saatında yenə görüşəcəyik. Sağ olun, salamat qalın.